Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban Bayramı münasibəti ilə az təminatlı ailələrə qurban paylarının çatdırılmasına start verilib. Bizim Mətbəx sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyası ilk olaraq Yevlax rayonunda reallaşdırılıb və 100 az təminatlı ailəyə qurban payları təqdim olunub. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Bizim Mətbəx sosial layihəsinin əsas məqsədi az təminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən Bizim Mətbəx könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.